Ulu millət, sevgili xalq, Azərbaycanı özünə vətən bilən, milli azlıqların, azsaylı xalqların, etnik qrupların nümayəndələri. 2 gün əvvəl Mingəçevirdə, bugün Gəncədə, daha doğrusu dünən Mingəçevirdə, bugün Gəncədə çox təntənəli mitinqlərimiz keçdi və bu mitinqlərdə iştirak edənlərin, görüşlərdə iştirak edənlərin hamısına təşəkkürümü bildirirəm. Sabah isə Sabirabadda görüşümüz olacaq. Saat 1-də Sabirabaddakı stadionda bu görüş olacaq. Kürd aşqınlarından ziyan çəkənlər, layiqli kompensasiya almayanlar, bu rejim tərəfindən əzilənlərin hamısı sabahki mitinqə Sabirabadda dəvət edirəm. Ayın 5-də isə həmişəki kimi İnşaatçılar metrosunun yanında saat 4-də bizim seçkilərlə görüşümüz olacaq. Mən bütün gəncləri, yaşlı vətəndaşlarımızı, ziyalılarımızı, bütövlükdə xalqımızı həmin mitinqə dəvət edirəm, saxlayıram. Əziz millətim, bu deməklər zamanı artıq neçənci dəfədir ki, siz ekrandan təhqir olunursunuz. Milyonlarla Azərbaycan ailəsi bu ekranların qabağındadır. Bunların içərisində qadınlar da var, qızlar da var, bizim bacılarımız da var, gəlinlər də var. Və siz hər dəfə bu sözləri, bəlkə də mənasını bilmədiyiniz bu sözləri eşitməklə təhqir olunursunuz. Təəssüf eləyirəm ki, aparıcı da Azərbaycan xalqın təhqir elədiyinə görə bu adamın sözünü kəsmir. Mən qəti şəkildə deyirəm, bu mənəviyyətsizliyi, bu ləyaqətsizliyi, bu əxlaqsızlığı Azərbaycan siyasətinə gətirən İlham Əliyevdir. Və bilavasitə, burada xırda istisnalarla bunlar namizəd deyirlər. Bunlar hamısı İlham Əliyevin vəkilləridir. Heç vaxt Azərbaycan xalqı belə bir adama 40 min imza verməz ki, o gəlib onun prezidentliyə namizədliyi olsun. Burada oturan millət vəkillərinin böyük əksəriyyəti başqalarının mandatı ilə məclisdə otururlar. Və onlar sizin hüquqlarınızı heç vaxt müdafiə eləyə bilməzlər. Mən təəssüf eləyirəm ki, Azərbaycan prezidenti vəkillərinin biri vasitəsilə hər dəfə Azərbaycan xalqını təhqir edir, milyonlarla Azərbaycan ailəsini təhqir edir, milyonlarla Azərbaycanın qızın, gəlinin təhqir edir. Ona görə də İlham Əliyevin bundan sonra bu dövlətə, bu millətə rəhbərlik etməyə mənəvi haqqı yoxdur. Prezidentin borcusudur ki, öz vətəndaşını müdafiə eləsin, öz vətəndaşını təhqir elətdirməsin. Bilirsiniz bu nəyin nəticəsidir, əziz xalqım? Dünyada 2 sülalə dövləti qalıb. Bir, Şimali Koreyada Kim Il-sung'un vərəsələri, bir də Azərbaycanda Əliyevlər sülaləsi və hər ikisi 40 ildən bir qədər çoxdur ki, hakimiyyətdədir. Dünya dəyişib, öz millətinin iradəsini zorlayan diktatorlar hakimiyyətdən getməlidir. O cümlədən İlham Əliyev də getməlidir. Belə təhqirlərə görə onun bu xalqa rəhbərlik etmək haqqı yoxdur. Burada mənə deyirlər, Qarabağdan bağlı, nə bilim, sən neynəmirsən? Mən sənin çəkin qədər Qarabağdan Azərbaycan, Rus, İngilis dilində məqalələr, kitablar yazmışam. Bəs siz neynəmişsiniz? Qoyun ortalığa. 2020 ildir bu ərazilər işğal olunub. Yap hakimiyyəti olaraq neynəmişsiniz? Etdiyiniz oğurluq, talançılıq, bu millətin sərvətlərini daşıyıb buradan xaricə aparmaq, mənə deyirsiniz, kağız göstər. Buyurun. Hörmətli prezidentimin 2003-cü ilin yanvar ayının 14-də Virgin adalarında öz adına və ailə üzvlərinin adına açılmış hesabdır. Bankın nömrəsi də var, şirkətin adı da var, pulun məbləği də var. Bəs oğurluq nətər olur? Bundan da açıq oğurluq olar. Yeri gəlmişkən 2003-cü ilin yanvarında İlham Əliyev deputat idi və biznes fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu hesab prezident olduqdan bir müddət sonra da onun hesabında qalıb və sonra transfer edilib ayrı hesablara. Bu millətə nə gün ağlamısınız? Mən deyirsən Yazıçılar İttifaqına ərizə verməliydim. Yeri gəlmişkən mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Və baxın, mədəniyyət işçiləri, müəllimlər, həkimlər nə gündədir? 48 milyardı oğurlayıb, daşıyıb bu ölkədən aparırsınız, həkimə, müəllimə nə verirsiniz? Aktyor 120 manat maaş alır. 120 manata adam həyatda öz rolunu oynaya bilməz.
Bu pula aktyor necə başqasının rolunu oynamalıdır? Tez-tez məni Müsavat cəbhə ilə əlaqələndirirsiniz. Məni geniş bir dairə müdafiə eləyir. Məni elə hərəkatı müdafiə eləyir cəbhə və Müsavatdan başqa. Məni real hərəkatı müdafiə eləyir. Liberallar Partiyası, Azərbaycan ziyalıları və açıq cəmiyyət eyni zamanda Yeni Azərbaycan Partiyasının çox saylı sıravi üzvləri müdafiə eləyir. Mənə imza verənlərin içərisində 1500 Yeni Azərbaycan Partiyasının üzvü var idi. Və bu milləti bugünə salmışsınız, hələ gəlib danışmağa bir diliniz də var. Hesabat vermək əvəzinə mən neçə dəfə İlham Əliyevi bura debata çağırmışam. Niyə gəlmir? Bax, 2 dəfə ərizə vermişəm ki, deklarasiyanı açıqlasın. Hər bir namizəd qeydiyyata alındıqdan 24 saat sonra Mərkəzi Seçki Komissiyası deklarasiyanı, gəlirlər və mülkiyyət haqqında deklarasiyanı açıqlamalıdır. Bu qanunun tələbidir. Niyə açıqlamırsınız? Çünki Əliyev ailəsi bu ölkədən o qədər sərvət aparıb ki, bunu açıqlamağa utanırsınız. Sağ olun.